Salam əziz şagirdlər, bugün ikinci qrupun blok imtahanından coğrafiya suallarının izahına baxırıq. 31-ci sual. Dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan göllər. Deməli, biz bildik ki, Xəzər dənizinin ya da gölünün çıxışı mövcuddur. Bir də digər variantlara baxaq. Məsələn, A variantında Aral variantı pozur. Yəni, nə çay, nə də kanal vasitəsilə çıxışı yoxdur. B variantında Eyer'in çıxışı yoxdur. C variantında Xəzər, zaten bunu hamımız bilirik ki, kanallar vasitəsilə dünya okeanına çıxışı mövcuddur. Ontario çayı Ontario gölü böyük göllərdə yerləşir, Şimali Amerikada və müqəddəs Lavrenti çayı vasitəsilə çıxışı mövcuddur okeana. Onega və Ladoga gölləri də Sibir və Neva çayları vasitəsilə çıxışı mövcuddur. Doğru cavab C variantı olmuş olur. D variantında Eyer, Y variantında Aral və Balxaş variantları pozur. Növbəti sualımız 32-ci sual. Daimi qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. Daimi qar xətti, yəni temperaturun sıfırdan aşağı, sıfır olduğu ərazilərdir. K dağında qar xətti 5500-dür. Deməli, K dağı isti ərazidə yerləşir, yəni tropikdə yerləşir. Və diqqətlə baxsaq, cənub istiqamətində qar xətti daha aşağıdan yerləşir. Bu da onu göstərir ki, cənuba gün döymür. Deməli, bu cənub yarımkürəsində yerləşir. Eldağında isə qar xətti 300 metrdən daha aşağıda yerləşir, ya da 300 metrdə yerləşir. Deməli, bu qütbə yaxın ərazidir. Və diqqətlə baxanda şimal istiqamətində qar xətti aşağıdan keçdiyi üçün, deməli, şimala gün döymür. Bu da şimal yarımkürəsində yerləşir. İndi variantlara baxaq. K dağı şimal subtropik iqlim qurşağında yerləşir, cənubda yerləşir və tropikdə yerləşir. A variantı səhvdir. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Bu doğrudur. Çünki El dağı qütbə daha yaxın yerləşir və ekvatordan uzaqlaşdıqca paralellərin uzunluğu azalır. Deməli, B doğru fikirdir. C variantında K dağının şimal yamacları cənuba nisbətən aqroiqlim ehtiyatları ilə daha zəif təmin olunmuşdur. Bu fikir səhvdir. Çünki şimalda temperatur daha yüksəkdir və nisbətən daha yaxşı təmin olunur. D variantında El dağı cənub yarımkürəsində yerləşir. Xeyr, şimal yarımkürəsində yerləşir. D də səhvdir. Y variantında K dağı cənub mülayim iqlim qurşağında yerləşir. Xeyr, tropikdə yerləşir. Növbəti sual 33-cü sual. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Savanna, seyrək meşə, meşə və çöllər, meşə çöllər, codyarpaqlı meşələr üçün uyğun fikirləri tapaq. Afrikada yayılmışdı. Afrikada subekvatorialda savanna, aralığın, subtropikin aralıq tipində isə codyarpaqlı yayılıb, yəni 1-ə A. Parana çayı hövzəsində subekvatorialda savanna və nisbətən də mülayim və subtropikdə meşə çöllər, 2-ə B. Tropik hava kütlələrinin təsirinə məruz qalır. Hər üçü tropik hava kütləsinin təsirinə məruz qalır. 4-ə C. Avropa qitəsində yayılmışdı. Avropa qitəsində savanna mövcud deyil. Sadəcə Cənubi Avropada codyarpaqlı və nisbətən meşə çöllər yayılmışdı. Bu da gedir 3-ə D. Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Cənub-Şərqi Asiya regionu nisbətən subekvatorial iqlimə düşür və savanna mövcuddur. Sadəcə meşə çöl və codyarpaqlı mövcud deyil. Ona görə də 3-ə Y. Kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroiqlim ehtiyatları vardır. Hər üçündə əlverişli aqroiqlim ehtiyatları mövcuddur. Yəni 4-ə F. Deməli, 1-ə A, 2-ə B, 3-ə D, Y, 4-ə də C və F variantı olan Y variantıdır. Növbəti sual. Uyğunluğu müəyyən edin. Tataristan, Xakasya və Kabarda-Balkar üçün uyğun fikirlər istəyir. Sənaye tullantıları Volqa çayına çirkləndirir. Bu Tataristan üçün səciyyəvidir. Ərazisində yenidən fəallaşmış dağlar mövcuddur. Altay sayan bu Xakasya üçün səciyyəvidir. Şimali Qafqaz regionunda yerləşir. Dağlıq ərazidir. Kabarda-Balkar üçün
səciyyəvidir. Dağ turizminin inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Şimali Qafqaz regionunda yerləşən Kabarda və Balkar. Seismik cəhətdən sabit ərazidə yerləşir Tataristan. Deməli, 1-ə A-Y, 2-yə B, 3-ə də C-D. 1-ə A-Y, 2-yə B, 3-ə də C-D, Y variantı doğru cavab olmuş olur. Növbəti sual 35-ci sual. Cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Adam başına düşən ümumi daxili məhsulun dəyəri A ölkəsində 5800-dür, B ölkəsində 45.000-dir. Deməli, B ölkəsi inkişaf etmiş ölkə, A ölkəsi inkişaf etməkdə olan ölkə ola bilər. Əmək ehtiyatlarında iqtisadi fəal əhalinin payı A ölkəsində 55%-dir, B ölkəsində 85%-dir. Aşağı yaş qrupunun payı A-da 38%, B-də isə 14%-dir. A ikinci tipdir, B birinci tipdir. B inkişaf etmişdir, A inkişaf etməkdə olandır. İqtisadiyyatın birinci sektorunda çalışanların payı A-da 65%, B-də isə 15%-dir. Çünki B ölkəsində nisbətən xidmət sahələrinə yönəlib inkişaf etmiş olduğu üçün. Deməli, A ölkəsi demografik keçidin ikinci mərhələsindədir, doğru fikirdir. B ölkəsi əhalinin təbii artımının azaldılması üçün olmaz da artması üçün siyasət apara bilər. Çünki əhali zaten azdır, birinci tipə aiddir. Üçüncü fikir, B ölkəsinin təbii artımının birinci tipə xarakterikdir. Bəli, bu doğrudur. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. Bu yanlışdır. B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunub, inkişaf etmiş ölkədir. Doğrudur. A ölkəsi kənd təsərrüfatı ancaq əmtə xarakterikdir. 6 da yanlış fikirdir. Doğru cavab 1, 3 və 5, yəni C variantı olmuş olur. Növbəti sual 36-cı sual. Sxemə əsasən təzyiq sahəsinə aid doğru fikirləri müəyyən edin. Sxemdə siklon təsvir edilib. Deməli, kənarda yüksək təzyiq, mərkəzdə alçaq təzyiqdir. Buna görə də hava kənardan daxilə doğru hərəkət edir. Siklonlarda bilirdik ki, şimal yarımkürəsində saat əqrəbinin əksi, cənub yarımkürəsində isə saat əqrəbinə uyğun gedir. Yəni, bu təsvir şimal üçün səciyyəvidir. Və siklonda yağıntı bulud olur, amma antisiklonda isə açıq, aydın hava olur. Deməli, mərkəzində alçaq təzyiqdir. 1, doğrudur. Cənub yarımkürəsi üçün səciyyəvidir, xeyr. Şimal yarımkürəsi üçündür. Mərkəzində yüksək təzyiq, bu yanlışdır. Aydın buludsuz hava, bu antisiklon üçün səciyyəvidir. Tutqun buludlu hava, bu doğrudur. Doğru fikir 1 və 5, yəni Y variantı olmuş olur. Növbəti sual 37. Dünyanın iri daş kömür ixracatçıları. Deməli, Cənubi Afrika Respublikası, Avstraliya və Rusiya doğru fikir olur. 1, 4, 5 variantlardan da Y variantı. Növbəti sual 38-ci sual. Xəritə sxemdə ştrixlənmiş ölkə üçün doğru fikirləri müəyyən et. Həmin ölkə Argentiniya ölkəsidir. Deməli, qərb hissəsində əhalinin sıxlığı daha çoxdur. Xeyr, şərqdə daha çoxdur, çünki şərq düzənlikdir, qərb isə dağlıq. Şəkər çulunduru, pambıq və tutun əsas ixracatçısıdır. Xeyr. Məhsullar qırmızı qara torpaqlar yayılıb, bəli, çöllər Pampada yerləşir, çöllər mövcuddur və qara torpaqlarda yayılıb. Subtropik iqlim qurşağına bərabər rütubətli iqlim tipi yayılmışdır, bəli, subtropikin bərabər rütubətlisi yayılıb. Demografik keçidin birinci mərhələsi deyil də, üçüncü mərhələsidir və çayların qidalanmasında yağış suları üstünlük təşkil edir, bəli, çünki ümumiyyətlə ekvatorial iqlimə düşür, Cənubi Amerika və çayları da yağış suları ilə qidalanır. Doğru variant 3, 4, 6, yəni A variantı olmuş olur. Növbəti sual 39-cu sual. Xəritə sxemə əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Birinci 1-ə baxaq. Bu istiqamətdə gəldikdə mil düzü və hərəmi düzünü görürük. A doğru fikirdir. A doğrudursa zaten D doğru ola bilməz. B-yə baxaq. Vulkanik yaylanı, bir də gəyən düzünü görə bilməliyik. Belə bir fikir səhvdir. C-də Şirvan düzü olar. Bir də yan silsiləni görə bilərik. C-də doğrudur.
Zaten C doğrudursa Y yanlışdır. Yenə qalır F. F-də də kürəkçay və şahdağ silsiləsini görürük. Bu da doğrudur. Deməli, A, C və F, B variantı doğru variant olmuş olur. Növbəti sual, 40-cı sual. 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8 milyon 300 min nəfərdir. Kənd əhalisi isə 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Deməli, 8 milyon 300 min nəfərə 100%-dirsə, bəs 3 milyon 984 min nəfərə nə qədərdir? X də bərabərdir 48 tapmış oluruq. Amma bu kənd əhalisidir. 100-dən də 48-i çıxanda 52, yəni şəhəri tapmış oluruq. C variantı. Biz bunu başqa yoldan da yaza bilərdik. 8 milyon 300 mindən 3 milyon 984 minə çıxıb elə də tapa bilərdik. Doğru fikir C variantı. Növbəti sual. 41-ci sual. Uyğunluğu müəyyən edin. Orta Araz vilayəti, Kür çökəkliyi və Lənkəran vilayəti üçün doğru fikirləri müəyyən edək. Çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı çoxdur. Bu da Kür üçün səciyyəvidir. Kür çökəkliyi vilayəti, nival landşaftda yaranır Orta Araz vilayəti, Zəngəzur dağları, ərazinin böyük hissəsində mülayim istiqlim tipi hakimdir, Lənkəran, həm filiz, həm də qeyri-filiz ehtiyatlarına malikdir, Orta Araz vilayəti, həm mərmər var, həm polimetal var, çökmə duz var. Y variantının fikrində isə ərazisində həm meşə, həm də çöl landşaftını mühafizə edilir. Bu da Kür çökəkliyi üçün səciyyəvidir. Qarayazı, Türyançay, bunları deyə bilərik. Y. Deməli, 1-ə B, D, 2-yə A, Y, 3-ə də C, B variantı doğru olmuş olur. Deməli, 42-ci sual. Uyğunluğu müəyyən edin. Qışı quraq keçən mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntı, soyuq iqlim, yayı quraq keçən soyuq iqlim. Qışı quraq keçən mülayim isti iqlimə Kiçik Qafqazın dağ ətəyi və nisbətən alçaq dağlığına misal verə bilərik. Bu da D variantına uyğun gəlir. D. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Biz bildik ki, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim Böyük Qafqazın cənub yamaclarında, orta və yüksək dağlıq sahələrində uyğun gəlir. Yəni 3-ə Y, 3-ə Y, 2-yə Y, 3-də isə yayı quraq keçən soyuq iqlimdə isə yayı quraq keçən soyuq iqlimdə isə nisbətən Naxçıvanı misal verə bilərik. Ümumiyyətlə Naxçıvanda isti iqlim mövcud deyil. Deməli, 1-ə D dedik, 2-yə Y dedik, 3-ə də B dedik. Doğru cavab A variantı olmuş oldu. Növbəti sual, 43-cü sual. Gəncə, Qarabağ, Şamaxı, fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının səbəbi qışın soyuq və şaxtalı keçməsi, qışdan sonra isə nisbətən hava mülayimləşir. Doğru cavab D variantı. Növbəti sual, 44-cü sual. Ölkənin əhalisinin sayı 12 milyon nəfərdir. Aha. Və bir ildən sonra ölkənin əhalisi 12 milyon 100 min nəfər olub və artımın 40 min nəfəri mexaniki artımdır. Yəni gəlmə səbəbindən, miqrasiyadan artmışdır. Orta illik təbii artımı tap. 100 mindən çıxacam 40 mini, tapacam 60 mini. 12 milyona 60 min artım varsa 1000 nəfərə nə qədərdir? X də bərabərdir. Vurub böləcəm təqribən 12 milyon 5 nəfər olacaq. Doğru cavab A variantı olmuş olur. Bəli, 5 nəfər oldu. Doğru cavab A variantı olmuş oldu. Növbəti
Sual. 45-ci sual. Çayın mənbəyində havanın temperaturu 1,8 dərəcədir, mənsəbində isə 24,3 dərəcədir. Deməli 24,3-dən 1,8-i çıxacam, 22,5-i tapacam və 22,5-i də metrə çevirəcəm. 1000 metrə 6 dərəcə, x metrə də 22,5, x də bərabərdir 3750 metr olur. 3750 metri də çayın uzunluğuna böləcəm 250-yə, bu da 15 olur. 15 olur və bu dağ çayıdır, düzən çayı deyil. Onda biz ona uyğun fikirləri seçək. Deməli, dərəsində meandr geniş yayılıb, bu düzən çaylar üçün səciyyəvidir və yanlış fikirdir. Hidroenerji imkanlarına malikdir, bu dağ çayı üçün səciyyəvidir. Nəqliyyat imkanları genişdir, bu dağ çayı üçün səciyyəvidir, düzən çay üçün səciyyəvidir. Mənbəyi böyük su ayırıcı silsilədə yerləşir. Yerləşirmi? Bəlkə suxur dediyi üçün 4 də yanlış fikirdir və dağıdıcı fəaliyyət üstündür. Dağ çayı üçün səciyyəvidir. V şəkildə çay dərəsi yaradır. 6 da doğrudur. 2, 5, 6 yəni C variantı doğru variant olmuş olur. Növbəti sual. 46-cı sual. Xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Oxşarı 1-ə, fərqlində 2-yə yazacaq. Deməli, birinci Zaqatala Şəkidir, Quba Xaçmazdır və Naxçıvandır. Ərazisində alt paleozoy yaşlı vulkanogen çökmə suxuları geniş yayılıb. A ola bilməz. Neft, təbii qaz, faydalı qazıntıları üçünə üçün oxşar ola bilməz. Suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Mövcuddur. C də ola bilmir. Suvarma şəraiti üçün əkinçiliyi inkişaf etmişdir. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. C də ola bilməz. D də ərazilərindən buzlaq və qar ərinti suları ilə qidalanan çay keçir. Hər üçündə bu mövcuddur. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Deməli, mülayim isti iqlim həm Zaqatalaçında, həm də Quba, Xaçmazda mövcuddur. Lakin ümumiyyətlə Naxçıvanda mülayim isti iqlim mövcud deyil. Ona görə D variantı doğru fikir olmuş olur. Y variantında bütövlükdə tektonik qalxma zonasında yerləşir və dağ meşə landşaftı bütöv qurşaq təşkil edir. Bu da yanlış fikirdir. Növbəti sual, 47-ci sual. Xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətləri müəyyən edin. 1. Almaniya, 2. İspaniya, 3. Türkiyə, 4. Braziliya, 5. Avstraliya, 6 isə Meksikadır. Deməli, 1, 3 və 5. Təsərrüfatda hasilat sənayesinin payı üstündür. Almaniya üçün bu fikir yanlışdır. 3, 4, 6. Yalançı urbanizasiya səciyyəvidir. Türkiyə, Braziliya və Meksika üçün bu doğru fikirdir. 2, 4, 6. Yəni İspaniya, Braziliya və Meksika əhalisi Hind-Avropa dil ailəsində eyni qrupa mənsubdur. Bəli, roman bu da doğrudur. 2, 4, 5 köçürmə kapitalist ölkələrdir. İspaniya üçün yanlışdır. Ümumiyyətlə bu fikir səhvdir. 5, 1, 5, 6. Yəni Almaniya, Avstraliya və Meksika inzibati ərazi quruluşuna görə federativ ölkələrdir, doğrudur. 1-3-5 xarici iqtisadi əlaqələrin boru kəməri nəqliyyatın payı üstündür, 6 yanlışdır. Deməli 2, 3 və 5, yəni B variantı doğru cavab olmuş olur. Boru kəməri də Avstraliya üçün səciyyəvi deyil. Növbəti sual 48-ci sual. Bu sualı qismində çox görmüşük. A, B xətti üzrə relyef profilini müəyyən edin. Deməli, birinci kəsmə yüksəkliyini tapaq. Bura 150 metrdir, bura 140, 1, 2, 3, 4. Deməli, kəsmə yüksəkliyi 2,5-dir. Bura 155, bura 160. Deməli, A 160-dan çoxdur.
B isə 130-dan çoxdur, 140-dan azdır. Deməli, gəlin fikirlərə baxaq. A 160-dan çox, B, deməli, A variantı doğru ola bilər. B variantı yanlışdır, çünki bizdəki B nöqtəsi 130-dan çox idi. C variantı yanlışdır, çünki bizdəki C nöqtəsi 130-dan çoxdur. Burada 160-dan çox verib və A nöqtəsi də 160-dan çox idi. Bu da yanlışdır. D-də B nöqtəsinin göstəricisi yenə yanlışdır və Y-də isə artma, azalma verib. Bizdə isə sadəcə azalma və sonra isə artma var. Deməli, bunun qrafiki yanlışdır. Deməli, doğru cavab A variantı olmuş olur. Növbəti sual, 49-cu sual. Doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin daxilindədir. Bu doğrudur. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazıntılar geniş yayılıb. Bütün ərazilərdə geniş yayılmayıb. 2 yanlışdır. Orta Araz əyilmə zonasında qara metal xammalı hasil edilir. Azərbaycanda dağ keçəndə çıxarılır. Deməli, 3 də yanlışdır. Kür dağ arası çökəkliyinin zonasında arid denudasyon relief formalarına rast gəlinir. Bu doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi aktiv şəkildə özünü göstərir. Bu da doğrudur. Deməli, yanlış 2 və 3-dür. Bu da Y variantına uyğun gəlir. Növbəti sual, 50-ci sual. Doğru sıraları müəyyən edin. Qoruq yerləşdiyi ərazi, inzibati rayon, fiziki coğrafi rayon, mühafizə edilən komponentlər, Göygöl, Göygöldə, Gəncədə, Qarmakvaridə, bu doğrudur. Tülyançay, Ağdaşda, Ceyrançöl, Acınoxurda və Ardıc, qorunan Ardıc və Saqqız ağacı, bu da doğrudur. Qızılağac İmişlidə yerləşməz, Lənkəranda, Masallıda, nisbətən Neftçalada olar, 3 yanlışdır. Şirvan Şamaxıda yerləşməz, Səlyanda yerləşər, 4 də yanlışdır. Qaragöl Zəngilanda yerləşmir, Laçında yerləşir, 5 də yanlışdır. 6 Ağgöl, Ağcabədi, Kürara su quşları, bu da düzdür. 1, 2, 6 D variantı doğru cavab olmuş olur. Növbəti sual 51-ci sualdır. Dimdə olan bir sualdır. Bu sualı çox görmüşük. Xəritə qlovuz bölməsində ya da coğrafi informasiya sistemlərində görmüşük. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyini müəyyən edin. Deməli, kəsmə yüksəkliyi 370-dən 340-a çıxıram. 30, 1, 2, 3, 30-u da bölürəm 3-ə, 10. Kəsmə yüksəkliyidir. Dağın dik yamacı isə cənub-qərbə düşür. Yəni, cənub-qərb 10 metr A variantı doğru cavab olmuş olur. Növbəti sual, 52-ci sual. Uyğunluğu müəyyən edin. Xüsusiyyət, dəmiyə əkinçiliyi üstünlük təşkil edir. Suvarmada əsasən yay mövsümündə istifadə olunur. Təbii şəraiti əkinçilik üçün əlverişsizdir. Deməli, dəmiyə əkinçiliyi çöl zonasında olar. Mərkəzi düzənliklər A uyğundur. Suvarmadan əsasən yay mövsümündə istifadə olunur. Deməli, yayı quraq olan subtropikin aralığı ola bilər. B. Təbii şəraiti əkinçilik üçün əlverişsizdir. Çukot yarımadası olar. Bir də burada Alyaska yarımadası olar. Deməli, 1-ə A, 2-yə B, 3-ə də C və Y. Doğru cavab B variantı olmuş olur. Növbəti sual 53. Deməli, exolotdan göndərilmiş səs siqnalı çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 3,6-dır. 3,6-nı bölürəm 2-yə, 1,8, 1,8-i vururam 1500-ə, 5,2-ni də bölürəm 2-yə, bu edir 2,6, 2,6-nı da vururam 1500-ə. Deməli, 1,8-i 1500-ə vuranda bu edir 2700. 2,6-nı da 1500-ə vuranda bu edir 3900. 3900-dən də 2700 çıxanda bu edir 1200. Növbəti sual 54-cü sual. Uyğunluq pozulmuşdur
Gölləri verib, yerləşdiyi ərazini verib və mənşəyini verib. Deməli, 1. Uçqun Göygöl Şahdağ silsiləsi 1 Şahdağ silsiləsi olmaz. Ona görə 1 səhvdir və səhv deyə götürürəm. 2. Axmaz Sarı su Muğan düzü olmaz. 2 doğrudur. 3. Vulkanik Qaragöl vulkanik yayda 3 doğrudur. Ona görə götürməyəcəm. 4. Buzlaq Acınofur yan silsilə 4 yanlışdır və yanlış olduğu üçün götürəcəm. 5. Uçqundur Maralgöl Dumurov dağıdır düzdür. Reylik Masazır Abşeron yarımadası düzdür. Doğru cavab 1, 2 və 4 olmuş olur. Növbəti sual 55-ci sual. Doğru ifadələri müəyyən edin. İslandiya və Yapon adaları litosfer tavalarının divergent sərhəddində yerləşir. İslandiya bəli, Yaponiya isə xeyr. Yaponiya konvergentdir. 1 yanlışdır. Filippinin sahillərini yalnız bir okean yuyur. 2 doğrudur. Kalahari'də qum düyünləri geniş yayılmışdır. 3 doğrudur. Alt dağlarının Greenwich meridianı kəsmir. Atlas dağları Alp Himalay qırışıq zonasında yerləşir. Bəli. McDonnell və Hammersley dağları qırışıq faylı dağlardır. Xeyr. Deməli, doğru cavab 2, 3 və 5 olmuş olur. Növbəti fikir. Növbəti sual 56. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələr. Deməli, yerləşdiyi coğrafi enlik 60 dərəcə şimal enliyi minimum düşməsi üçün Günəş 23,5 dərəcə cənubda olmalıdır. Burada da 60 olmaz. Deməli 1 yanlışdır. Bu sualı məntiqdən də yaza bilərik əslində. Məsələn, 34 dərəcə şimal enliyinə minimum düşmə 80 ola bilməz. 45 dərəcə şimal enliyinə minimum 48 dərəcə bu da ola bilməz. Bunu ayrı-ayrılıqda hesablaya bilərik. Necə hesablayacağıq? Deməli, məsələn 26 dərəcə cənub enliyinə minimum düşməsi üçün Günəşin ən uzaqda olduğu məntəqə, yəni 23,5 şimal enliyi. Toplayanda 49,5, 90-dan da 49,5 çıxanda 40,5. Deməli 2 doğrudur. Məsələn 38 ən uzaq olduğu 23,5 şimal enliyi. Toplayanda 61,5, 90-dan da 61,5 çıxanda 28,5. 5-ci fikir də doğrudur. Və 31 dərəcə şimal enliyi, ən uzaq olduğu 23,5 cənub enliyi toplayanda 54,5, 90-dan da 54,5 çıxanda 35,5. Deməli 6 da doğrudur. Doğru fikir 2, 5 və 6 olmuş olur. 57-ci sual. Skote-Alin dağları və Krım və Skandinaviya dağları üçün uyğun fikirləri qeyd edək. Dağ əmələ gəlmə mərhələsinə görə. Alt dağı Krımdır. Kimmeri Skote-Alindir. Hertzin Skandinaviyadır və Skandinaviya nisbətən də Kaledoniyada düşür. Deməli, 1-ə B, 2-yə A, 3-ə də C və D doğru olmuş olur. Növbəti sual situasiya sualıdır. Deməli, situasiyanı oxuyaq. Situasiyanı oxuduq. Deməli, 58-ci sualda nə istəyir? Mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edin. Birinci, biz situasiyaya əsasən Günəşin hansı zenitdə olduğunu tapa bilərik. Bu da nə deyir? Deyir ki, A məntəqəsinin günorta vaxtı Günəş şüalarının düşmə bucağı 6,5-dir A-da. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı Günəş şüalarının düşməsi 73,5-dir. Buradan biz bu fikir əsasən tapırıq ki, Günəş hardadır? 23,5 cənub enliyində zenitdədir. Düz. Günəş 23,5 dərəcə cənub enliyində zenitdədirsə, A məntəqəsinə də 6,5 düşürsə, deməli A məntəqəsi 60 dərəcə şimal enliyində yerləşir.
Necə tapdım? 23,5-dən 6,5 topladım. 90-dan çıxdım. 60 dərəcə şimal enliyini tapdım. Və sonra deyir ki, A məntəqəsinin yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidədir. Deməli, 80-i də böldüm 2-yə, 4-ə, bu eləyir 20 dərəcə. Bakı da 50 dərəcə şərq uzunluğunda yerləşir. 50 dərəcələrin üzərinə 20 dərəcə gəldim. Bu da elədi 70 dərəcə şərq uzunluğu. Deməli, 60 dərəcə şimal enliyi, 70 dərəcə şərq uzunluğu. Bu ölkə və bu ölkə təxminən Rusiyadır. Bir də situasiyanı oxuyanda Rusiya olduğunu dəqiq öyrənirik. Deyir ki, onun inzibati ərazi quruluşu Avstriya ilə eynidir. Ölkənin ərazisində həm əsas həm keçid iqlim qurşaqları yayılmışdı. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlara rast gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinə aid olduğu qitənin ən ucqar şimal və şərq nöqtələri yarımadalarda yerləşir. Bu Rusiya üçün səciyyəvidir. Məsələn, Çelyuskin Taymır yarımadasındadır. Dejinyev burnu Çukot yarımadasındadır. 58-də indi cədvələ nə verib bilmirik təqribən, amma ölkə Rusiyadır. Onun yerləşdiyi ölkə, məsələn, koordinatı soruşsa tapmışıq da 60 dərəcə şimal enliyi, 70 dərəcə şərq uzunluğu. Bunu yaza bilərik. Və ya iqlimdən, dağdan sual verə bilər, onları yaza bilərik. 59-da A məntəqəsinin yerləşdiyi ölkənin onun ərazisində yerləşən yarımadaları, Mezozoy yaşlı dağları müəyyən edib yazın. A ölkəsi Rusiyada yerləşir. Ərazisində olan yarımada Kola yarımadası, Taymır yarımadası, Yamal yarımadası, Çukot yarımadası, Kamçatka yarımadası, Taman yarımadası bunlar mövcuddur. Mezozoy yaşlı dağlar isə Verxoyanskdır, Çerskidir və s. kimi dağların adını qeyd edə bilərik. 60-cı sual, mətnə əsasən A məntəqəsinin və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib yazın. 60-cı sualda da, yəni A ölkəsi dediyimiz kimi Rusiyadır. Ona aid olan fikirlərdən dağları istəyib. Böyük ehtimal burada ya yayla ovalıq istəyəcək, ya iqlim istəyəcək. Yayla ovalıq istəsə Qərbi Sibir, Orta Sibir yaza bilərik. Ya da iqlim istəsə Arktik, subarktik yaza bilərik. Ya da mülayim kontinental, kəskin kontinental, mülayim muson, bu kimi fikirləri yaza bilərik. Bununla da ikinci qrupun coğrafiya suallarının izahını bitirdik. Təşəkkürlər.